Canana əsas problemi, dərdi nədir? Bax, çağırdın, gəldim, kimsən yoxdur. Çünki tək yaşayırsan, bu evdə tək yaşayırsan. Bir otaq, gördüyünüz bir otaq kirayədir. İşte buradan başqa bir şey yoxdur, yəni bir otaq. Aslında göstər onlarda, görürsüz yağış yağanda su da damır, valla. Buranın əksinə qədər versin kirayə? 150 manat, məcburiyyətdən ilə burada qalıram ki, ucuzluğuna görə. Bax, pəncərədə yoxdur, elə bil mal tövləsidir, havasızlıqdır, həqiqətən də. Yayda heç oturmaq olmur. Amma məcburam mən buna. Mən əsas dərdin nədir? 2 dəfə əməliyyat keçirtmişəm, ona görə işləyə bilmirəm. İşləməyə qüvvəm yoxdur. Bax, bunlarda dərmanlarım, şəkərim var. Yüksək təzyiqim var, hər dəqiqə başı dərmanlar atıram da, yəni vəziyyətim pisdir. İşləyə bilmədiyimə görə dolana bilmirəm, mümkündür. Bu dəqiqədə 85 manat borcum var, valla. Yəni, nətər deyim, bilməm, boğula, mən biraz Möminə xanımam deyin, qürurum var, utanıram da sizə deməyə. Allah sizin kimi oğulların kömək olsun, çox sağ olun, yaxşı ki varsınız. O etdiyiniz yaxşılıqlar qabağıza çıxsın, bax.